Artıq dünyada hər 3 qadından biri həyatının hansısa mərhələsində zorakılığa məruz qalır. İndi bu yalnız küçədə, evdə və ya iş yerində deyil, daha çox rəqəmsal mühitdə, internetdə baş verir. Rəqəmsal zorakılıq təhqir dolu mesajlar, təhdidlər, şəxsi məlumatların və ya şəkillərin icazəsiz paylaşılması deməkdir. Unutmaq olmaz ki, bu real ağrılar, qorxu və travmalar yaradan hallar əsl insan hüquqları problemidir. Bu həm də mədəniyyət, təhsil və insan ləyaqətinə hörmət məsələsidir. Texnologiyaların inkişafı ilə formaları da dəyişən hər platformada qadın və qızların təhlükəsizliyi ciddi təhdid altındadır. Amma bu reallığı dəyişmək bizim əlimizdədir. Biz gənclərimizin rəqəmsal savadlığını artırmalı, qızlara və qadınlara təhlükəsiz şəkildə özlərini ifadə etmək üçün dəstək verməliyik. Bu 16 günlük fəallıq kampaniyasında bizim dünyaya bir mesajımız vardır. Bütün qadınlar və qızlar üçün təhlükəsiz, bərabər və zorakılıqdan azad rəqəmsal gələcək qurmaq mümkündür. Gəlin birlikdə bu gələcəyi quraq. Səsi boğulan qadınların, qorxu hissi altında olan qızların və artıq susanların səsi olaq.